Peyğəmbər, pak, əhli, beytinə salavat zikr eləyək. Allahumma salli ala Muhammad və ali Muhammad. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel aqibatu lil muttaqin. Es-salatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasim Muhammed. Allahumma salli ala Muhammed ve ali Muhammed ve alihi tahirin ve lanetullahi ala adahi mecmain minel ana ila qiyami yevmiddin. Amma ba'd. Rabbi şrah li sadri ve yassir li emri vahlul uqdatan min lisani yefkahu qavlu. Esselamu aleyküm ve rahmetullah. Gözümüzün nuru, kalbimizin sevinci, dilimizin zikri, İmam Zaman aleyhisselamın zuhuruna, ağanın nazenin kalbinin bizlerden razı ve hoşumut olmağından ötürü salavat zikreyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bugün de güzel günlerden biridir. Güzel mevlud günlerden biridir. Bu günlerim Əbəlfəzl Abbasın qeyrətinə qurban olun ayağa, ağanın dünyaya gəldiyi gündür. Bu gün münasibətilə başda İmam Zaman ağa olmaqla bütün müsəlmanları və sizləri təbrik edirəm. Allah bu mevludu bizlərə mübarək qərar versin inşallah. Əbəlfəzl Abbas elə bir şəxsiyyətdir ki, Allah yanında elə bir məqama malikdir ki, şəxsən mənim ləyaqətim çatmır Əbəlfəzl Abbasdan nəsə deyəm. Ağanın həyatına baxsaq, ağa 35 il ömür sürür. Amma bu 35 il ömrünü ağa çox mənalı keçirir. Dünən də qeyd elədim İmam Hüseyin əleyhissalamın mövludu günü. Bugün də deyirəm, bugün əziz bayramdır, mövlud günüdür. Mən ona görə çox sizi incidən, narahat eləyən məqamlara toxunmayacağım. Çünki bugün sevinç günüdür. Bugünkü sevinç günündə sizləri kədərləndirmək istəmərəm. Əbəlfəzl Abbasın adı Abbas. Atası Həzrəti Ali əleyhissalam, anası isə Ümmül Bənindir. Əbəlfəzl Abbas Hicri qəməri 26-cı ilində Şaban ayının 4-də Mədinədə dünyaya gəlmişdi. Ağanın məşhur ləqəbləri Babul Həvaic, Bəni Haşimin ayı, Kərbələ ələmdarı, Səqqa və s. Kunyası Əbülfəzl, yəni Fəzlin atası və yaxud da fəzilətlər atası mənasını verir. Vəzifəsi Kərbəla bayraqdarı, bərəkətli ömrü isə ağanın 35 il olmuşdur. Əbəlfəz ağa Hicri qəməri 61-ci il Aşura günü Kərbəlada Əlqəmə çayının sahilində şəhid olmuşdur. Və məzarı da, ziyarətgahı da Kərbəladadır. Allah getməyənlərə Əbəlfəzl Abbasın ziyarətini qismət eləsin. Allah mütəhal gedənlərə yenidən qismət eləsin. O gözəl ağanın ziyarət eləmək. Həqiqətən Əbəlfəzl Abbas əleyhissalamın məqamı Allah yanında çox böyükdür. Bu Əbəlfəz kimdir axı? Allah yanında belə bir məqamı vardır. Allah onun kəsilən 2 qolu müqabilində ona 2 qanat verəcəkdir və behişdə mələklərlə birlikdə pərvaz edəcək. Bu Əbəlfəz kimdir axı? Dünyaya gələndə bacısı Zeynəb buyurdu ki, and olsun Allaha Əbəlfəz aydan daha gözəldir.
Bu Əbəlfəz kimdir axı? Atası İmam Əli əleyhissalam ömrünün son günlərində ağanı çağırdı yanına. Onun əlini İmam Hüseyin əleyhissalamın əlinə verdi. Buyurdu ki, vaxt gələr Kərbəla düzündə qardaşın İmam Hüseyini tək qoymazsan. Bu Əbəlfəz kimdir axı? Qardaşı İmam Hüseyin əleyhissalam şəhid olanda onun başı üstündə möhkəm səslə hönkürtü ilə ağladı və buyurdu ki, indi belim sındı qardaş. Bu Əbəlfəz kimdir axı? Qiyamət günü xanım Zəhra salamullahi əleyha onun kəsilmiş qollarını şifayət üçün gətirəcək. Bu Əbəlfəz kimdir axı? İmam Zaman əleyhissalam ona salam deyir və buyurur ki, İmam Zaman əleyhissalam Əbəlfəzl Abbas öz qardaşı İmam Hüseyindən ötürü canından keçdi və qolları bədənindən ayrıldı. Budur Əbəlfəzl Abbasın məqamı, həm bacısının dilində desək, həm İmam Hüseynin dilində desək, həm İmam Zaman ağanın dilində desək, budur. Ağanın Allah yanında məqamı daha böyükdür. Qeyd elədim, buyurulur ki, Allah Taala qiyamət günü İmam Əbəlfəzl ağaya 2 dənə qol verər, kəsilmiş qollarının əvəzində 2 dənə qənət verər və mələklərlə birlikdə pərvaz eləyər. Budur Əbəlfəzl Abbasın Allah yanında olan məqamı. Ağanın bərəkətli ömrü 35 ildən ibarət olmuşdur. Və mərhələlərə böldükdə onun həyatını 35 illik həyatında 3 imam görür. Atası İmam Əli əleyhissalam, İmam Həsən əleyhissalam və İmam Hüseyin əleyhissalam. Əbəlfəzl Abbasın hələ dünyaya gəlməmişdi. Hələ Ümmülbənin İmam Əli əleyhissalamla izdivac eləməmişdi, bir yuxu görmüşdü. Xanımın dilindən nəql edirlər ki, xanım buyurur ki, gecə yatmışdım, yuxuda gördüm ki, yamyaşıl bir yerdə əyləşmişəm. Deyir, bu zaman göydən ay aralanıb mənim ətəyimə düşdü. Və bundan sonra ətəyimdə 3 ulduz parladı. Xanım qeyd edir ki, yuxunun soruşmaq üçün anamın yanına gəldim və yuxunu anama danışdım. Anam buyurdu ki, çox keçməz ki, fəzilətli bir kişi ilə ailə həyatı qurarsan və ondan sənin 4 övladın dünyaya gələr. Onun birincisi isə aydan daha gözəl olar. Bax, budur Əbəlfəz ağanın məqamı. Deyir, çox keçmir. Ümmülbənin Əli əleyhissalamla evlənir və Əli əleyhissalamdan 4 övladı dünyaya gəlir. Onlardan birincisi isə Əbəlfəzl Abbas əleyhissalam olur. Həqiqətən də ağa aydan daha gözəl olur. Əbəlfəz ağanın uşaqlığına nəzər salanda rəvayətlərdən birində qeyd olunur ki, hələ Əbəlfəzl Abbas çox balaca idi. Atası Həzrəti Əli əleyhissalam Əbəlfəzl Abbası bir dizi üstündə, xanım Zeynəbi isə bir dizi üstündə otuzdurmuşdu. Əbəlfəzl Abbas deyir, hələ təzə dil açmağa başlamışdı. Deyir, İmam Əbəlfəzl Abbasa buyurdu ki, denən 1. Deyir, Əbəlfəz ağa buyurdu ki, 1. Sonra İmam əlavə etdi ki, denən 2. Deyir, Əbəlfəzl Abbas 2 demədi. Buyurdu ki, ağa, bu dillə ki, mən 1 demişəm, 2 əsla demərəm. Bəli, budur Əbəlfəzl ağanın, Əbəlfəzl Abbasın məqamı. Qeyd olunur ki, Əbəlfəzl Abbas əleyhissalam həddindən çox yüksək əxlaqi dərəcələrə, adaba malik idi. Həmişə deyim, İmam Hüseyin əleyhissalamın yanında əyləşməkdən ötürü İmam Hüseyin əleyhissalamdan icazə alar və nökər ki, öz ağasının qarşısında necə əyləşərdisə, Əbəlfəzl Abbas da
İmam Hüseynin qarşısında dizi üstə elə əyləşərdi. Ağanın həyatına nəzər salanda rəvayətlərdə də qeyd olunur ki, 35 illik ərzində Əbəlfəzl Abbas İmam Hüseyin əleyhissalama ta ömrünün son anlarına qədər qardaş deyə müraciət eləmədi. Ona həmişə seyidim, ağam, mövlam deyə müraciət elədi. Yalnız deyir, elə ki, ağanın Kərbəla düzündə sağ qolundan vurdular, sol qolundan vurdular, gözündən vurdular, sinəsindən vurdular. Elə ki, deyir, ağanı atdan yerə saldılar. Əbəlfəzl Abbas onda qardaş deyə səslədi. Deyib olunur ki, ağanın bir dənə qardaş dediyi məqam o məqamdır. Ömrünün son anları ona qədərdir. Əbəlfəzl Abbas İmam Hüseyin ağaya heç vaxt qardaş deyə müraciət eləmədi. Bu da ağanın adablarından, ədəblərindən biridir. Deyir, elə ki, İmam Hüseyin əleyhissalam bu səsi eşitdi, Əbəlfəzl Abbasın yanına gəldi. Əbəlfəzl Abbas buyurdu ki, ay qardaş, üzünə baxmağa utanıram. Gördü ki, İmam Hüseyin Əbəlfəzl ağlayır. Dedi, ay qardaş, niyə ağlayırsan? Nədən utanırsan? Dedi, ey Hüseyin, ay mənim qardaşım, bu dünyada sənə iki gözlə baxanda doymurdum. Ay mənim ağam, indi sənə bir gözlə necə baxım? Budur Əbəlfəzin məqamı, budur Əbəlfəzin İmam Hüseyinə olan eşki, öz qardaşına olan eşki. Mən xanım Zeynəb Səlamullah əleyhanın vəfatında da qeyd eləmişəm bu nöqtəni. Dedim ki, bu günə qədər elə bir an olmasın ki, bugünkü günə qədər xanım Zeynəblə İmam Hüseyin arasında olan bacı qardaş istəyi hal-hazırda da heç kim ona çata bilməz. İndi də qeyd eləyirəm ki, İmam Hüseyinlə Əbəlfəz ağa arasında olan qardaşlıq istəyini heç kəsin bu istəyə gücü çata bilməz. Heç kəs bu dərəcədə bir-birini istəyə bilməz. Budur Əbəlfəz ağanın məqamı. Söhbəti çox uzatdım, sizləri çox yordum. Ağanın ləqəblərindən biri də Babul Həvaisdir. Ağanın kəramətlərindən də bir dənə rəvayət qeyd edeyim, söhbəti yekunlaşdırmaq istəyirəm. Çox istədim bu günlərin acınacaqlı, qəlb narahat eləyən, qəlb incidən məqamlara toxunmayım. Sizləri də incitdim, sizləri də ağlatdım. Bugünkü gündə ki, bu gözlər Əbəlfəz ağaya xatir ağlayır. Allah qiyamət günü bu gözləri ağlatmasın inşallah. Allah qiyamət günü sizləri Əbəlfəz Abbasın ziyarətindən binəsib eləməsin inşallah. Həm bu dünyada, həm ahirətdə. Bir qardaş qeyd eləyir ki, bir övladım dünyaya gəldi. Ondan sonra xanımım çox xəstələndi. Xanımı deyir, aparmadığım yer qalmadı, müəyyən qədər dava dərman qəbul elədi. Ondan sonra bir xanımın vəziyyəti yaxşılaşdı. Amma sonra bizim heç övladımız dünyaya gəlmədi. Övlad arzusuyla həmin qardaş buyurur ki, gəzmədiyimiz yer, gəzmədiyimiz həkim, getmədiyimiz yer qalmadı. Nəhayət deyir, əlim, qolum hər şeydən üzüldü. Belə fikirləşdim ki, deyir, belə qərara gəldim ki, artıq insanlardan yox, Allah dərgahında məqama malik olan şəxslərdən, məhsumlardan istəməliyəm öz hacətimi. Qardaş qeyd edir ki, öz xanımımla birlikdə Əbəlfəzl Abbasın ziyarətinə getdim. Deyir, hərəmə daxil oldum, sınıq qəlblə, ağlayan gözlərlə öz istəyimi, hacətimi ağadan istədim. Dedim, nə olar ağacan, mənə də bir nəzər elə. Üstündən bir müddət keçmişdi, 17 il keçdi deyir üstündən. 17 il ərzində deyib övladımız olmadı. Elə ki, Kərbəlaya getdim, Əbəlfəzl Abbasa təbəssüm elədim. 17 ildən sonra deyir, bir övladımız dünyaya